Salam, hər vaxtınız xeyir uşaqlar. Baxaq Pythondan suallara. Birinci sualımız. N bərabərdir 1. While'da uşaqlar bilirsiniz də nə qədər ki dövr davam edir. Deyir ki n minus, daha doğrusu üzr istəyirəm, n kiçikdir 5-dən. 1 kiçikdir 5-dən. Hə, şərt ödəyir. Şərt ödədiyinə görə print n dövrün içərisindədir print. Biri çapa veririk. Yəni print n'imizin qiyməti, ilkin qiyməti nə idi? 1. Biri verdikmi çapa? Sonra düşür aşağı n bərabərdir n vuraq 2. N'imiz 1 idi, 2-yə vurduq 2. İndi baxırıq. 2 kiçikdir 5-dən. Hə, kiçikdir. Ona görə bir dənə də print 2-ni çapa verir. Düşür aşağı. 2-ni 2-yə vuranda, yəni n'in əvvəlki qiyməti 2 idi, 2-yə vurduq 4. 4 kiçikdir 5-dən. Hə, print 4-ü də çapa verdi. 1, 2, 4 çapa getdi. Sonra 4'ü 2'ye vurduk 8. İndi 8 kiçikdir 5'dən? Yox. 8 5'dən kiçik olmadığına görə ən sonda bir dəfə də print 8'i çapa verir. Yəni 1, 2, 4, 8 cavabdakı C variantıdır. Növbəti suala baxaq. Python burada range'ləndir, diapazon olaraq veribdir bizə. Bir dənə silin bunu uşaqlar. Aha. S'in qiymətini bizə 4 verir. Bəli, başdan ilkin olaraq həmişə S'in qiymətinə, N'in qiymətinə diqqət edin. 0, 3. İ'nin qiymətləri, yəni 0, 1, 2. 3-ün özünü almır. Demək, S bərabərdir. S vuraq 2, üstə gələk I. Birinci i'nin 0 qiymətinə baxırıq. i'nin 0 qiymətində S bərabər. S'in ilkin qiyməti nə idi? 4. 4 üstə gələk. 2, daha doğrusu 4 vuraq 2. Üstə gələk 0. Cavab oldu 8. S'in qiyməti 8-dir. i'nin 0 qiymətində. Sonra i'nin 1 qiymətində. S bərabər. S'in qiymətini almışıq 8. 8 vuraq 2 üstə gələk 1. Yəni i'nin qiymətini. Bu elədi 17. i'nin 2 qiymətində yoxlayaq. Bu 1 qiymətini yoxlamışsa 2 qiymətində. S bərabərdir 17 vuraq 2 üstə gələk 2. 34. 34-ün üstə 2 gələndə 36. Cavab oldu 36.